qoyanda konumun o ərazisi olur, dairə, o gölə və ya dənizə düşməməlidir, o dairənin bir hissəsi. Niyə? Çünki deyir ki, onda Boğulacaq, suda boğulacaq. hə deyir ki, Necə olacaq? deyir ki, yəni o sənin reklamın keyfiyyətini azaldır. Belə bir sözdür. Okay. Mən inan belə bilmədim ki. Öncə bunun real tərəfindən yanaşaq. Mən zarafatla deyirəm bu. Siz hədəf kütləyirsiniz, deyək ki, Bakını hədəfləyirsiniz. Locationda seçirsiniz. Məsəl üçün mən seçəndə şəhər Bakıda ümumiyyətlə onu da qeyd edeyim. İki cür seçim var. Bir Bakı şəhəri, bir Bakı regionu. Bakı regionunu seçəndə Bakı regionuna aid olan ortalıqda imenli digər yerlə Abşerondur, Sumqayıtdır bunları göstərmir. İmenli Bakı regionu konkret yəni sənəddə necəsə oranı göstərir. Ona görə biz seçirik Bakını, radius seçirik 40 km, 60 km. Ümumi Sumqayıt, Saray, digərləri hər tərəfi onun içərisinə alsın deyə. Burada məsələ nədir? Siz o bölgəni getdiniz Bakının xəritə tərəfində, burun tərəfinə qoydunuz normal olaraq. 40 km seçdiniz. 40 km Bakının yarısına qədər gəldi, Sumqayıtı tutmadı. Bir də 40 km dənizə getdi. Dənizdə normal olaraq heç kim yaşamır axı. Məsələ də budur. Yəni orada başqa bir case yoxdur. Dənizdə heç kim yaşamır deyə, yəni oradan sizə geri dönüş az olur. Balıqlar ancaq mesajlar göndərir ki, boğulur. Acından ölürük, bizə nəsə göndərin. Başqa adam yəni sizə mesaj yazmayacaq. Yəni bu belə ola bilər. Yəni ona görə biz heç nə etdirmiş olmuruq da olsun. Heç etdirmiş olmursuz. Sizə yazmadıqlarına görə onsuz da sizdən bir xəstə çıxmış. Sadəcə siz Sumqayıtdakını görsənmirsiniz. Siz düz o demək üçün nə etməlisiniz? Ya pinləməni gətirib Bakının ortasına qoyub, deyək ki, ortasından 40 km götürməlisiniz ki, o getsin Sumqayıtı, Sarayı, digər şəhərlərdə özünə yan qatsın. Elə bir şeydir. Əslində buzovuna Bakı seçəndə daha məntiqli olur, çünki bütün bizim istədiyimiz bölgələrin hamısını seçirlər. Bakı